Salam dostlar, hər vaxtınız xeyir. Uzun bir zamandan sonra YouTube kanalımıza video çəkməyə qərara gəldik. Yanımızda məşhur Rıpıdır. Rıpının istəyirəm indiki halını göstərim sizə. Əvvəlki halını indi videonun bir qismində yerləşdirəcəm. Rıpıda bizim belə deyək də çevrədən ayrılandan sonra bir çox dəyişikliklər olub. Maşın rənglənib, yaxşı hallardan biri odur. Amma ümumi maşına tam lazımi səviyyədə qulluq edilməyib. Sizin görürsünüz ki, özünün üstündə olan mam disklər yoxdur. Belə replika BBS-lər var üzərində. Burada problem tək disklə bitmir. Motorxanada və s. maşının alt hissəsində bir çox dəyişikliklər olub. Dəyişiklik dediyimdə ancaq pisə doğru olub. Maşına bir balaca yaxşı qulluq eləməyiblər. Səbəb də olub ki, mənə yanıma gəlib çıxa bilməyiblər. O səbəbdən də maşın biraz yeyilib. Düzdür, bundan öncəki sahibi yanıma gətirmişdi. Bəzi lazımi qulluqlar edildi, motorxana yuyuldu. Ona baxmayaraq bəzi işlər qalmışdı. Bu işləri də yeni sahibi alıb, yanımıza gətirib və bütün burada olan işləri də hamısını görəcəyik. İlk öncə demək istəyirəm ki, üst krışqanın prokladkası və yaxud da özü dəyişəcək. Məsəl üçün, elementar bir dənə bir şey deyim. Şüşəsilərin motor çiki Jiguli iləndir və o da qırıqdır, işləmir. Yəni bu nüanslardan biridir. Qeyd edeyim ki, illər öncə, bəlkə də 8-10 ildir bu Rasporka bunun üstündə dayanar. Bu mən birinci işlərindən biridir. Belə deyək, elektroventilatordur. Bu da elə illər ərzində bunun üzərindədir, işləyir. Sadəcə elektrik işlərində biraz ələyirlik eləmişdilər. Onları da aradan qaldırdıq. Kondisioner işləmirdi, onu da düzəltmişik. Yəni ötən sahibinin vaxtında. İstəyirəm maşının altında qaldırım, sizə göstərim. Salonla bağlı demək olar ki, işimiz yoxdur. Maşının altını qaldıraq, göstərək. Ən böyük nüanslardan biri odur ki, Fedosaşka demək olar ki, yoxdur. Maşın elə qaraja gələndə evakuatorla gəlib, çünki xalastoy xodda sönürdü. Onu da həll eləmişik, qaydasındadır. Amma maşına ümumi texniki baxış keçirdəcəyik və uzun bir siyahı çıxartmışıq və əlavə nələrsə də çıxsa, onları da xırda-xırda aradan qaldırmağa çalışacağıq. Qeyd edeyim ki, maşın daha maraqlı bir stilə yığılacaq. Düzdür, çöl görünüşündən bir dəyişiklik olmayacaq. Amma gidrorustik ilə, ondan sonra buvrutla, yəni lazım olanda bu adam bu maşını küçədə sürəcək, lazım olanda trekə aparıb, trekdə də sürə biləcək. Deməli, üst krışqadan yağı necə buraxırsa, fikir verim, yəni bu kompresora qədər gəlib, tökülüb, bu biraz qalsa kompresorda xarab eləyə bilər. Məsələn, patkreniklərin vəziyyətinə baxsaz, görərsiniz ki, bərbad vəziyyətdədir. Sonra bu vəbşi cırıq-cırıqdır. Buradan kabellər belə sallanır. Burada bir şey də göstərmək istəyirəm sizə. Bu stabilizatorun rezinləri poliüretandır. Bunu nə bilim rahat bir 7-8 ildir mən qoymuşam bura. İşləyir, sağlamdır. Bir dənə mikrofon qoy yaxınlaşdırım. Bilməm, səsi düşmür. Remen rolik sistemdə çox bərbad vəziyyətdədir. Onları da əl gəzdirəcəyik. Bu bəlkə də 10 ildir bu natriciter bu vəziyyətdə işləyir. O vaxtda maşın çox basat qaldı deyə. Bu hissəsi dəyib sınmışdı. Elə də qalır hələ üzərində. Fikir verirsəz bu hissədə yağ axma hələ də davam eləyir. Bir də bir şey deyim. Bir də fikir verin bu eksentrik razvalniyə. Bu kasteri, təkəri biraz qabağa çəkmək üçün də bir də buna baxın. Bir də buna baxın. Bir dənə də ona qayıd həmən. Yəni vəziyyət bildiyinizdə nədir? Biri çölə tərəf dayanıb, biri yuxarı tərəf. Ona görə də təkər, biri digərindən, bir dənə gəl bura. Görürsünüz bu təkər burada 2 barmaq girir. Amma burada isə öyle, 2 barmaq yarımda. Təkər zaten bunun məqsədi nədir? Təkəri bir balaca qabağa çəkmək, amma orada biraz həddindən artıq çox çəkilib. Arxa hissədən çox məsafədə aralı dayanır. Nəysə, bunları hamısını həll eləyəcəyik. Sonra gəlirik bura. Əhməd, yanıma gəl. Bu muftanın şlankıdır. Fikir versəz görün nə haldadır.
Partlaq da hər an partlaya bilər. Sonra burada görsənməyən şeylər var. Məsəl üçün şturvalın üzərində bir dənə elastik rezin var. O da bərbad vəziyyətdədir. Onunla paraleldə motorun paduşkası bərbad vəziyyətdədir. Bir də bu şeyi göstərim sizə. Bu zaşniki. Bu maşın həmişə pasadkalı olduğu üçün benzin filtri deşirdi. Bir dəfə deşdi. Ondan sonra belə bir zaşnik düzəltmişəm. Bu da bir 7-8 ildir maşının üzərindədir. Fikir versəz, sürtülüb altında olan toz boyaya qədər gedib, amma öz işini görür. Sonra bir dənə Əhməd Bibazda da arxaya get. Bunu da göstərim. Yəni bu əməlli səsdə. Buna bir dənə buradan belə 10 bağlamaq olardı. Karoç, maşın vəziyyəti belə. Elastisində pis vəziyyətdə deyil, amma dəyişilməyində indən sonra aqressiv sürüləcək deyə bunu da dəyişməkdə bir fayda olduğunu düşünürəm. Maşında görəcəyimiz işlər kifayət qədərdir. Ondan əlavə maşında bütün mayelər dəyişiləcək. Bu antifrisə aiddir, motor yağına aiddir, tarmazno jidkisdir, sonra mostun yağıdır, karabkanın yağıdır. Burada nə görürsünüz, hər biri dəyişiləcək. Ondan əlavə üzərində olan coiloverlər də dəyişiləcək. Bütün texniki baxışlar hamısı sərgiyə salınacaq ki, maşınımız çox qəşəng, ideal vəziyyətə gəlsin. Odur ki, durmadan başlayırıq, maşınımızı sökək, tökək, görək başımıza nələr gəlir. Siz də bu videonun əsas hissəsindən keçmədən öncə kanalımıza abunə olun və orada olan zınqırova basın ki, videolar paylaşılanda vaxtında məlumatınız olsun. Belə trassanı qoyduq yerə. İstəyirəm trassanı sizə göstərim. Trassanı çıxartdıq. Bunun üstündə, bilməm, bilirsiniz, xatırlayırsınız. Əvvəl Magnaflow var idi. Səs çox olduğuna görə kənarlaşdırdıq. Belə bir 46 330'un arxa qazanı qoymuşuq. Bu da sağ olsun, buradan yukarı geriyə verir. Amma məsələ o deyil. Məsələ odur ki, bunun üstündə gör nə qədər rezonatoru var, nə var. Hələ burada da 2 dənə belə yumru nəsə qoymuşlar. Onu da mən çıxartdım, atdım. Bilməm da əllərinə gələni eləyiblər. Bir də istəyirəm, Çıqqova təzə söhbət gəlir. Bu maşından sökülən botqarkaları sizə göstərim. Biri deyəsəm onun içində də. Bunun içində çıxdı. Bax bu set qurşu tellə çıxıb. 14 16, 17. Yəni 3 dənə açardan istifadə eləmişəm. Bunun arxası ulduzdur. Bəzilərinin arxası 15'dir, bəzilərinin arxası 17'dir. Yəni burada gördüyünüz kimi. Prokladkada çürüyüb. Yəni bu heç vaxt heç kimi dəyişmir. Yalançı olaram. Bunu deyəsən dəyişiblər. Amma bu şey yoxdur həyatda. Bu da arxa bankadan çıxıb. Fikir ver, fərqli. Əslində bu olsa gözəl olar. Nəysə, biz bu şeyləri hamısını həll edəcəyik. Deməli, maşının üst krışkasını çıxartdıq. Bu, bunun üstündən çıxan prokladkadır. Düzdür, germetikada vurulub, amma təəssüf ki, buradan çıxan bu saniklər bu vəziyyətdədir. Yəqin ki, bunu yağ gücünə qoyub. Yəni, normalda. Bunlar üstündə normal dayanan yoxdur. Amma təsim göstərə bilərəm ki, təzəsi necə dayanmalıdır. Təzəsi bu viddə olur. Giydirməsi, işlənmişi bu vəziyyətdədir. İndi nə edəcək? Bu krışkanı yuyub təmizləyəcəyik. Maksimum dərəcədə. Yəni burada olan bu çirklərə girməyəcək. Bu heç. Bu aydın məsələdir. Amma hara ki prokladka oturur, o hissələrini birdən yaxşı yuyaq, təmizləyək. Və bu arada gedək motorun içində göstərim sizə. Nə vəziyyətdədir. Ümumi baxanda pis görsənmir motorun içi. Bu hissədə olan germetikaları da təmizləmişik. Belə germetikalar vardı burada.
Ümumiyyətcə, mən də bunları germetika ilə qoyuram. Çünki plasmas krışkalar əyilməyə meyilli olur. Həmin o germetikanı da sərgəli vuranda o əyriliyi kompensasiya edir. Mümkün deyil ki, buna germetika vurmayasan, qalsın. Ola bilər ki, təzə krışka qoyasan, orijinal prokladka qoyasan, onda ola bilsin ki, bir müddət buraxmayacaq. Amma işlənmiş krışka ilə mütləq şəkildə germetika vurmaq lazımdır. Amma sərgəli də belə ayağınla yaxmırsan da bura. Heç nə, gedək, davam edək. Maşın korobkasını çıxardacaqdım. Ona görə də akkumulyator ayırmalıyam. Gəlib görsəm, akkumulyator neyinir burada. Hər dəfə tormuz verəndə gedir, qaz verəndə qayıdır. Bəlkə də altı yeyilib. Bu bir. İkinci məsələ də ki, bu boyda maşına, bu boyda motora bu akkumulyator çox balacadır. Yəni bu mənə qədər nə qədər usta görüb də. Yəni bunu bir adam niyə düzəltməyib? Sonra deyirlər ki, Hikmət usta baha işləyir, nə bilim, nədir, nə deyir. Maşın qaldırırıq. Növbəti addım korobkanı çıxartmaq. Saçkanın vəziyyətinə baxmaq deməyək, zaten dəyişiləcək, çünki vəziyyət çox ölüdür. Görək, maxavik əyridir, çaşka əyridir, ferro nə vəziyyətdədir. Bilək də. Deməli, kardan çıxartdıq. Bu da elastik sistem vəziyyəti. O qədər ürək açan deyil. Qeyd edim ki, bu ölüxana malıdır. Üzərində X5 yazsın, görürsünüz. Yəni, yetərincə işləyib. Dəyişməkdə fayda vardır. Bu bir məsələ. İkinci məsələ kulisadır. Yəni, bildiyiniz hər cür səsi verir. Hər yerindən səs gəlir. Yəni, bu zazorlar bunun arasında olmalı deyil. Bunun özünün plasmasdan şaybaları olur. Şaybə olmalı arasında bunun. Yoldaşlar. Səkə bansız bunları bir dənə qəşi əldən keçirtmək lazımdır. Beləliklə, kulisanın alt hissəsi olan alüminiumu çıxartdıq. Vay. Bu elə bir vəziyyətdə olmalıdır. Kip ideal. Yoxsa kulisa birə taxsan gedirdi, yəni 5-in yerində, yəni o vəziyyətdə. Bu da gördüyünüz kimi sürtünüb, pis vəziyyətdədir. Bunu da yenisi ilə əvəz edəcəyik, olacaq çiçək kimi. Направляющinin üstündəki dəmir qoyulmuş. Oy. Bizdə deyil. Ha? Gördüyünüz kimi korobka. Fikir versəz, bu hissədə yağ var. Bu zeyf korobkalar həmişə bu probkalardan yağ buraxır. İndi çalışacağıq ki, onu da aradan qaldıraq. Fikir versəz, bu. Böyle, mən də deyirəm, bunun arxa saniki niyə buraxmır? Arxa saniki vurublar, üstündən də germetika zırıyıblar. Bir dənə bu lüftü görə bilsən Əhməd. Bu belə oynamamalıdır. Çox kritik olmalıdır. Siz elə bir skorsa verəndə, bu yəni lüft yaradan şeylərdən biridir. Bunu da görürsünüz, simfturkası dağılıb, bunun özündə də lüft var. Görün, bunu götürüb qoya biləcəm, yoxsa yox. Çöksü yəqin ki, bir 40 kilo olar da, yəqin ki. Söhbət 40 kilodan getmiş ki, söhbət 6 mm yarım qırıcadan gedir. Bir dənə yaxınlaş. Yaxşı, bu yağışlarda bu maşın balotaya girməyib, yoxsa buradan su dolub korobkanı dağıdarmış. Düz biz bu korobkanın yağını dəyişəcəyik. Amma bunun burada belə papav olmalıdır, klapan. İstilik çıxsın, amma su girməsin, toz girməsin. Neyse, ona da bir çarə qılarıq. Yəni, bütün o belə pox-pox söhbətlər həmişə mənə qalır.
Maşın məni təəccübləndirməyə davam edir. Bax 1, 2, 3, 4, 5 burada olmalıdır. Yoxdur. Ay usta, bunu niyə bağlamamısan? Mən hər gün bir şey görürəm də, hər gün məni təəccübləndirir də bu ustalar. Sağ olsunlar. Hər gün yeni nəsə öyrənirik. Heç nə. 5 dənə ilə də demək ki, iş verir. Yaxşı da gedirmiş bu maşinə. Normalda Feridonun bu hissələrində xəttlər olur da. Və bu Feridonun qalınlığı olmalıdır. Səhv eləmirəmsə 10-11 mm. Yəni BMW işləyir də qardaş. 6 mm Feridon ilə bu adam sürüb gəlib çıxıb bura. Heç zət. Bunlar hamısı dəyişməyə gedəcək. Bu da çaşkada olan əyrilik. Fikir versəz, xətkeş girir arasına. Fikir versəz, bu hissələrdən buraxır. Onu yaxşı möhürləmək lazımdır. Bu bilirsiniz hansı siyomnikdir? Yatodan aldığım malların içində belə bir siyomnik var idi. Demişdim ki, M54-ün, M52-nin valın boğazında olan paçeniki çıxartmaq üçün istifadə edəcəm və məqamı gəldi, yetişdi. Artıq buna ehtiyacımız var. İlk dəfədə istifadə edirəm bunu aldığımızdan bəri. Quraşdırmışam. İnşallah uğurla söküb çıxardacağıq bunu. Yəni maxariki də çıxartmamışam da hətta. Bir şey qalmamışdı. Qəşəng. Uğurla paçeniki çıxartdıq. Yenisi də var, yenisini dəyişəcək. Hələ aparaq görə bu nə qədər səs edir. Bu da valın boğazından çıxan paçenikin vəziyyəti. Bir dəfə bunu qəşəng yağlayıblar. Səsinə bir dənə. Odur ki, instrumenta pul verəndə çox da təəssüflənməyin, çünki sizin işinizə ən azı 1-2 saat qabağa atır. Bu da yeni paçenik. Buranın yüngül var, VD40 qırırıq ki, paçenik rahat şəkildə sürüşüb geçsin içəriyə doğru. 30 vuruq bura, 22 qalovkanı. 22 qalovka biraz kip girir ora. Kalyon olmayandan. Yeni paçenik yerində hazır. Deməli, iş əsnasında belə bir problem də aşkarladıq ki, indi bilməm nə qədər göstərə biləcəm yoxsa yox. Deməli, fikir versəz, motorun paduşkasının bağlandığı yerdə cırılıb. Bu maşın bir ara baxımsızlıq dönəmi keçirdi və burada da görürsünüz, motorun paduşkasının traversə bağlandığı yer cırılıb, bərbad vəziyyətdədir. İndi biz bu paduşkanı dəyişməliyik, bu aydın məsələdir. Həmin yeri də yaxşı düzəldə bilməyəcəyik. Amma çalışaq ki, nəsə eləyək ki, daşedə cırılıb getməsin. Görək nə edirik bu haqda. Lavabonun sol tərəfindən sərnikdən yağ buraxır. Onun həm də punnikləri bərbad vəziyyətdədir. Saf görək, nədir durum? Vay, elə
yağ zırlayıblar bunun içine ki yağlı olsun. Ama təəssüf ki pulnik salnik bırakır. Yanından bir tane göster. Qəşəng yağlayıblar onu. Bu bilirsiniz nədir? Padisonun qapağıdır. Götürüb padisonun ağası yağlayıblar. O da ətraf aləmdə nə qədər toz var, yığıb üstünə, o belə bir burada qat yaranır. Təmizləyək, tərtəmiz edək, qoyaq yerinə ki, bir də bu kimi hallar olmasın. Bax, bu da yeni almış padisnoydur. Fikir versəz, yağı ancaq və ancaq bir hissəsini alırlar. Düzdür, mən başa düşürəm. Bu detallar az miqdarda yağlanır ki, bunları sonra şişəndə burub bayra çıxmasın. Amma da bu qədər də az olmaz. Yəni, bunun bir balaca yağını artıracaq. Normalda bunlar haradasa bir tutumunun bir 30%, 40% qədər yağlanır. Ağzına qədər yağ olmur bu. Sadəcə burada çox azdır. Buna görə bir damcı yağ əlavə edək, qoyaq yerinə. Deməli, karobkanı otuzdurduq yerinə. Karobka yerində, hər şey qaydasına. İndi traversi sökürük, səbəbi var. Elə bilirsən səbəbini traversini sökürük? Nədir var? Niyə sökürük? Prost sökürük. Nədir məsələ? Buna təzə travers almışıq. Rənglənib, eləyib, hamısı qaydasında. Bunu dəyişəcəyik. İndi o köhnə traversidə çıxardanda göstərəcəm ki, niyə sökmüşük. Elədir. İndi burada da Zəfər də buraları quş dirindən nəyinsə bağlayır. O şimdi iş gedir. Düşəcək baş verirlər. Yanında hikmət var. Düşəcək də var. Elə də deyirsən, elə bir ton ağırlığı var bunun. Sən buna polunu kəllə vura bilərsən də. Oy bilə. Vəziyyət. Əməliniz yağ bıraxır. Daxirena yağ bıraxıb. Bu da 36'nın traversi. Yerdə gördüyünüz kimi boş imiş yer bu. Bu elə buna görə çəyliyib, problemi yaradıb. İndi açaq problemi də göstərək. İlk öncə istəyirəm bu tərəfi göstərim. Bu sürücü tərəfdir. Bax. Motorun paduşkasını beləcə çıxartdıq. Çünki traversdə paduşka bağlanan yer cırılıb. Bu bir dərd. İkinci dərddə mən heç bunu görməmişdim açığı. Bax, bu hissədə də traversdə çat var. Yəni, yolda getdiyin yerdə bir də gördün ki, qabaq təkər öz müstəqilliyini elan elədi. Belə baxsan gül kimi traversdə, amma bax, bu hissədən də çatlayıb, alt hissəsindən də çatlayıb. Yəni, bu təhlükəli hala gəlirdi. Vaxtında problemi gördük, aşkarladıq, indi dəyişəcəyik, yenisini qoyacaq. Sizə traversdən daha təhlükəli bir haqq hesabı göstərim. Deməli, fikir versiniz, bu şturbalın üzərində olan elastik rezindir. Bunun üzərinə yağ damlayır, yaxud da zaman keçir, artıq rezin öz ömrünü başa vurur və bu vəziyyətə düşür. Yəni, bundan pisini də görmüşəm, amma bu da pisdir. Yəni, söktüyümüzə görə bunu da dəyişirik. Bunu fikir versəz, bir-iki dəfə çəkicləyiblər. Belə deyək də, sıxlaşsın, nəsə eləsin, o da başı bunun püskünə qoyub. Yəni, illər ərzində bununla qarşılaşmışam. Belə hallar olub ki, yəni, gecə maşını saxlayıblar, səhər durublar, tərpədiblər, tərpənməyib rol. Yəni, belə şeylərə arada öz maşınınızda fikir verin. Baxmayın da, bir 30 ilin maşınıdır. İndi bunu da yenisi ilə əvəz edəcəyik. Olsun, qəşəng, möhtəşəm. Və Ellar ustamız. Təp-təzə, 0, 0, Limperdir. Orijinal. Orijinal. Ya, elə də, deməli, rıfıda nəzərdə tutduğumuz işlərdən biri də bu şüşəsilən motorun dəyişməsidir. Fikir versəz, bunu ayrı batıblar qırağa, kənarda dayanıb. Buna baxın. Jiguli motor çıxı qoyublar buna. Bu da
Deyəsən ki, hermetikayla tutdular. Bu Baçokun vəziyyətinə bax, çox tərtəmizdir də. Üzərinə qoydular motora bax. Və bu Baçokda da bir dənə Urvinin seyiddə suyun miqdarını göstərən ştekeri olur. Bu Baçok sadə Baçok olduğuna görə bu da yoxdur bunda. Əslində bunda dəyişmək lazımdır. İndi baxacaq, qarajda əgər əlimizdə olsa datikli Baçok onu da dəyişəcəyik. Amma ilk öncə bu motorçuku buradan rədd edək. Bir dənə baxın görün, bu yaxşı idi. Bu ştekerlə, bu şlankla kleylənmiş. Bunu bir dəfə də buradan kontakt kleylə kleyləyiblər. Yəni işləməyib. Bunları qoyuruq kənara. İndi o onların işi. Bu da bizim işimiz. Bir dənə yaxından. Qanuni yerində, hər şey qaydasında. Yəni burada hətta istifadə elədiyimiz izolentə belə xüsusi seçmişik. Mat rəngdə, hansı ki motorxananın izolentindən çox da seçilmir. Yəni bu da qeyd edim ki, Yato brendinə məxsus olan bir izolentdir. Əslində bu işi çəkib göstərməyə bilərdim. Amma istədim ki, göstərim. Niyə? Çünki bu tip yığılmış, illərlə əziyyət çəkilmiş maşınlar yavaş-yavaş yeyilir. Bir gün bura Jigulinin motorun qoyurlar. Sabah görürsən orada şlankı nə ilənsə qazellə perdelka eləyiblər. Nə bilim, belə də dəli. İndi məsəl üçün, bax, belə deyək də, biz burada Volqanın, qazelin, sovet maşınının temperatur datikini istifadə eləmişik. Amma onu da sərgəli şəkildə eləmişik. İstəmişik ki, maşın yəni yeyilib məhv olmasın. Daha sərgəli qalsın, daha gözəl görsənsin, hər şey effektiv olsun. Və məsəl üçün, burada Mercedes-in A-klasın elektroventilatorundan istifadə eləmişik. İllərdə işləyir maşının üzərində, heç bir sıxıntı yaratmır. Yəni, bu belə işlər görməyin, xahiş edirəm. Bu nədir, sən Allah? Ayıbdır. Vallahi bu maşınlara yaraşmır. İşləsə də belə tullayacaq bunu. Bu arada maşının yağını da süzdüm. Və hər ihtimala qarşı çəkdim görək neçə litr yağ çıxıb. 7 litr yağ. 7 litr yarım yağ çıxıb maşın motorundan. Maraqlı bir haldır. Çox rast gəlinən bir şey deyil. Yəqin ki, bunun nə vaxtsa yağı çox töküblər. Elə o qaydada da əlavə ediblər. Nə ediblər bilmirəm. Bəlkə də bu maşının yağ buraxmaq səbəblərindən biri də bu elə yağın çox tökülməyidir. Yaxşı ki, arxa qabaq salnik atmayıb. Bu da sevindirici bir haldır. Bu da lavoy yağının vəziyyəti. Bildiyin, yəni löhmədir də, löhmə. Davam elə. Sistemdə olan yağ təmiz boşalsın. Yeni yağımızı əlavə edək. Təbii ki, yağımızsa Paralübdan Extra 540'dır. Bildiyiniz kimi bu 6 silindir motorlara 6 litr yarım yağ gedir. Baxmayaraq ki, içindən 7 litr yarım çıxıb. Biz bunu 6 litr yarım töküb, yarım litrdə davıqqa üçün saxlayacaq. Bu böyle löp löptü.
Hara gedir bu? Bax, tərtib ol.